İyunun 27-sində Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən Azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib. ATV xəbərin əraziyə ezam olunan Rusiya üzrə xüsusi müxbirinin verdiyi məlumata görə Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi Ekspertiza Bürosunun meyitxanasından alınmasına nail olub. Ziyəddin və Hüseyn Səfərovların cənazələri artıq hava limanının yük terminalına təhvil verilib. Cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Katsova hava limanının yük terminalına çatdırılıb. İndi sizə təqdim edəcəyimiz kadrlara isə ürəyi zəif olanların baxmaması tövsiyə olunur. Aeroporta bir başa çünkü biz Cənazələrə baxış keçirildi. Cənazələrin üzərində zorakılıq əlamətləri, xüsusilə də Hüseyn Səfərovun cənazəsinin bədənində xüsusi amansızlıqla törədilmiş zorakılıq əlamətləri aşkarlandı. Demək olar ki, bütün bədəni hematoma olub, zərbələr endirilib, ayaqları deşilib, bütün üzü, gözü üskündədir. Həqiqətən insanlıq üçün böyük faciədir bu. Ay Allah! Bunu lap möhkəm döyüblər. Bunu da arkadan betər döyüblər. Biz hazırda Yekaterinburqun Katsova hava limanındayıq. Bu hava limanından iyunun 27-sində Rusiya hüquq mühafizə orqanları əməkdaşları tərəfindən vəhşicəsinə döyülən Səfərov qardaşları Ziyəddin və Hüseyn Səfərovun cənazələri bu hava limanındakı yük terminalına yüklənilib, çatdırıldı və buradan bugün axşam reysi ilə Azərbaycana yola salınacaq.